artıq ayrılırıq. Bir-iki gündən sonra yenə qayıdacaq əvvəlki qaydaya. Bu fəzilətlər dahi olmayacaq. Və çox həsrət çəkəcək bu günləri. Çox həsrət çəkəcək. Çox Ramazan ayının həsrətini çəkəcək. Bu günlər üçün çox darıxacaq. Biz nə qədər günah da eləsək, Allah bizi buraxmır. Qəribə Allahdır. Nə qədər biz günah eləyirik, nə qədər Allahdan üz çevirib gedirik, Allah yenə də Ramazan ayı ilə gəlir, bizi paklayır, təmizləyir. Yenə də tərtəmiz eləyir, yenə ay gedir. Yenə biz gedirik ruhumuzu çirkləndirməyə, qəddarcasına özümüzə zərbə vururuq il ərzində. Yenə də əl çəkmir ki Allah. Deyək ki, daha bəsdir, bezdirdin, yox demir. Yenə gəlir Ramazan ayından, yenə də təmizləyir bizi, yenə də gedir. Hər il belə davam edir. Hər il belə davam edir. Əl çəkmir Allah bizdən, əl uzadır, əl üzmür. Qəribə bir Allahdır, gözəl Allahdır həqiqətən. Növbəti rəhmət suyuydu bu. Bilirsiniz, ruhumuzda o qədər çirkpas yığışır ki, hər tövbə bunu təmizləmir. Gərək ildə bir dəfə bu Ramazan ayı kimi əzəmətli bir ibadət gəlsin, ruhumuzu tam təmizləsin, paklasın, ləkələri yusun və təqdim eləsin ki, buyur, bu yenidən sən elə bir anadan indi doğulmusan. Vallahi